Choose the correct variant. Düzgün variantı seçin. Variantlara diqqət etsək, so və saçın qaydasına əsasən düzgün variantı təqdim etməliyik. Və A variantında so a few information. Həm biz so'dan sonra few, many, much, little istifadə edə bilərik. Yəni a few ifadəsi yanlışdır. Həmçinin few ilə information sayıla bilməyən isim istifadə edə bilmərik. B variantında such a useful information. Saçın qaydasına əsasən özündən sonra sifət və isim düsturu doğru olsa da informasiya sayılmayan isim olduğu üçün biz onun qarşısında a artiklı verə bilmərik. Və C variantında such a useful piece of information. Burada söhbət a piece of information, yəni hazır ifadəmizdən gedir ki, saçdan sonra sifət, isim düsturu doğru olduğu üçün və piece sözü təkdədir. A artiklı piece sözü üçün yazılıb burada. Və faydalı bir hissə məsləhət mənasını verdiyi üçün, daha doğrusu məlumat mənasını verdiyi üçün C variantını biz doğru götürmüş oluruq. D variantında səhvliyimiz so'dan sonra sifət isim düsturu yanlış olduğu üçün səhvdir və Y variantında a lotdan sonra ümumiyyətlə isim istifadə oluna bilməz. Such a lot of ifadəsi olsaydı doğru götürülmüş olardı. Qeyd etdiyimiz qrammatik qaydaya əsasən doğru cavabımız C variantıdır.